Litva və Lixtenşteyn yığmaları Azərbaycan millisinə rəqib olub. Belə ki, UEFA Millətlər Liqasının 2026-27-ci il mövsümünün püşkü atılıb. Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkü atmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Püşk zamanı birinci səbətdə yer alan millimiz ikinci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Xatırladaq ki, sonuncu dəfə Millətlər Liqasında yığmamız C liqasını bir xalla sonuncu sırada başa vuraraq D liqasına yuvarlanıb. Keçirdiyi 6 görüşdən 5-də meydanı məğlub tərk edib. Yalnız Estoniya millisi ilə Qəbələdə qolsuz bərabərliklə başa çatan maçda bir xal qazanmaq mümkün olub. Qapısında 17 qol görən yığmamız 3 dəfə rəqib qapılarını dəqiq nişan ala bilib. Fernando Santuşun D liqasına saldığı yığmanı hazırda Ayxan Abbasov çalışdırır. Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək. Sizcə, millimiz yerli mütəxəssislə bu dəfə uğurlu ola biləcəkmi? Fikirlərinizi şərh bölümündə yazın.